Qəsəbəsi Məxməri Çayevinin yanında. Düz asfaltın üstü. Bu asfaltdan avtobuslar da işləyir. Təsbih restoran, kafesi var. Düz onun yanındadır. Baxın, qazı da var, işığı da var. Pad obyektdir də. Yəni bu evin qabaq hissəsini aç obyekt ilə. İstəyən olsa obyektdə də yararlıdır. 2 sot yarımdadır. Həyətində bax belə bağ hissəsi zadı. Hər şeyi var da. Nə görürsüz də qalır. Ağaclarına qədər hamısı var. Padvala giriş də təyin olunub. Belə bir görünüşə malik evdir. Evimizin həyətində də sanitar qovşağı var. Bakına qədər, cidrafonuna qədər. Plus da kombi otağı tikilib. Əməlli başlı otaqdır. İçəridə də kombisi. Yerdən də 6 daş kürsülüdür. Radiatorlarının hamısı var. Baxın, nə görürsünüz qalır bu evdə. Sanitar qovşağıdır. Geniş bir koridordur. Ev onun onadır. 100 kvadrat evdir. Mətbəx mebelnəcən var. Lüstrlar da hamısı qalır. Bura qonaq otağıdır. İnternetinə kimi var. Qoşa daşına tikilmiş evdir. Yataq otaqları. Yüngül formada aboylara əl gəzdirmək lazımdır. İçəridə yaşayış olmayıb deyə bir balaca ev əl gəzdirilmək istəyir. Qiymət 65 min. Bir daha qeyd edirəm, pad obyekt evdir. Pad obyekt. Qazı da var, işığı da var. Yəni baxın, bu hissəni, evin bu hissəsi yola baxır birbaşa. Baxın, təsbih. Görürsüz, kafedir. Bu da evimizdir. Birbaşa yola da aç olsun obyekt. Tələsin dostlar, 65 min.